Novruzlu kənd qəbristanlığında daha bir məzarın önündə dayanmışam. Bu Qasımov İskəndər Hacıoğlunun məzarıdır. Adından da, soyadından da tanıdığınız ki, Azərbaycan musiqi tarixinə öz imzasını atmış İskəndər Novruzlunun məzarıdır. İskəndər həm şair olub, həm bəstəkar olubdur, həm də gözəl ifaçı olubdur. İskəndər Novruzlu ilə əlaqədar silsilə şeirlərin müəllifi olub. Sadəcə olaraq vaxtilə bəy nəslindən olduğu üçün bir çox şeirlərini öz adına çıxa bilməyib, bəstələri öz adına səslənə bilməyib. Uzun müddətli Azərbaycanın musiqi tarixində səslənən, zənginləşdirən bu musiqi mədəniyyətimizi Qarabağın maralı, məhz İskəndərin həm sözləri, həm bəstəsi özünə məxsusdur. İndi Azərbaycan maralı adı altında ifa olunur. Təbii ki, biz buna da etiraz eləmirik. O ümumilikdə bütün Azərbaycanı sevirdi və belə bir gözəl sənət əsərində meydana gətirmişdi. Bundan başqa onun Qaragilə xalq mahnısı var, Ağdama həsrətliyi mahnı var, Qarabağdadır, Daşkəsəndə, Gəncə və digər mahnıları, şeirlərini bilirik. İskəndər bir çox təqiblərə dözə bilməyərək axırda Azərbaycandan bilirsiniz ki, gedir kənara, Türkmənistana gedir. Türkmənistanda da Türkmənistan Filarmoniyasında çox böyük vəzifədə bədii rəhbər işləyir və Aşxabad zəlzələsi zamanı artıq teatr tamaşası zamanını bu zəlzələ baş verdiyi üçün oradan o sağ qutararaq öz evini gedir axtarır. Zəlzələ dağıdılmış yerlərdə ailəsini, övladlarını tapa bilmir və sonradan yenə Azərbaycana qayıdıb gəlir. İskəndərin şeirlərində vətənə bağlılıq, vətənin yüksək hissələrinin tərənnümü durur. Bəstələri də Azərbaycanda xalq mahnısı kimi səslənsə də Azərbaycan xalqının mədəniyyət, musiqi tarixində öz yerini tutmuşdu. O, bir çox şeirlərində şeirlərin özünə məxsus olduğunu qeyd edirdi. Lakin qeyd edirdim ki, hələ vaxtilə bəy, xan repressiyalarına qarşı keçmiş SSR dövründə mübarizə apardığı üçün heç birini öz adına yaza bilmirdi. Öz adı ilə təqdim edə bilmirdi. Şeirlərin birində deyir ki, İskəndər, əlimdə qələmim çalışdım Allah, şeirə, qəzələ alışdım Allah. Hər çətin əzaba qarışdım Allah, zəhmətimin barınqaya bilmədim, açıb ürəyimi deyə bilmədim. Yəni, İskəndər bununla qeyd edirdi ki, o bir çox ifaların müəllifi olsa da öz zəhmətini, yazdığı musiqilərini, şeirləri öz adından çap elətdirə bilməyib. Ruhu şad olsun. Yəqin edirəm ki, artıq torpaqlarımız azad olubdur. Azərbaycanın ərazi bütövlüyü təmin olunubdur. Ağdamda gördüyünüz kimi böyük quruculuq işləri gedir. Uzaq bir məsafədən görürük yollarda tikilən evləri. Və bu Novruzlu kənd qəbristanlığında İskəndərin məzarı da abadlaşdırılacaq inşallah. Və burada onu ziyarət edənlərin sayı get-gedə çoxalacaqdır. Ruhu şad olsun, Allah rəhmət eləsin.